Tovuzda isə azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. 3 yaşlı Hüseyin Qasımovun hovuza düşərək boğulduğu qeyd olunur. Hadisə rayonun Düzqırıqlı kəndində yaşayış evinin həyətində baş verib. Məlumata görə azyaşlının ailəsi nənəsi gilə qonaq gəlib və bir müddət həyətdə oynayan uşaq həyətdə yerdən tikilən su hovuzunun qapağını açıb və ehtiyatsızlıqdan sonra su hovuzuna düşüb. Bu elə dərinliyi yoxdur, 30 sm zad belə ancaq dərinliyi var. Görünür ki, başı zad yerə deyib alıb. Bir bacı, bir qardaşdır. Yaxınlarının uzun axtarışdan sonra körpənin meyti sudan çıxarılıb. Azyaşlının meyti müayinə üçün məhkəmə tibbi ekspertiz anatomiya birliyinin publik hüquqi şəxsin Tovuz rayon şöbəsinə təhvil verilib. Kubikin birini içəri salıb, biri qıraqda qalıb. Özü də uğdarla içəri düşüb. Elə onunla da gəldi 4-5 nəfər baxdı küçüyü, hər yer axtardıq kameralara, küçənin kameralarına da baxdıq. Burada qonşu Dilham dayı var, gəldi dedi, o dedi, o üzə gedib. Orada nəsə var. Onda da mən içəridəyim, çıxanda gördüm yoldaşım içəri düşüb. Onda o momentdə də çıxartdı. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Vasif Vaqifoğlu, Rəşad Əliskəndərov, Fidan Səfər Spayız xəbər Tovuz.